Herkese salam, kanalıma xoş gəldiniz. Vlogumu izləyənlərə məlumdur ki, mən dairəvi masa axtarışındayam və keçən səfər Yusk mağazasını gəzmişdim. Orada da qeyd eləmişdim ki, gələn səfər evimiz mağazasına baxacağam. Bəli, bura evimiz mağazasıdır. Onda Elayın səsini eşidə bilərsiniz. Elayı da özümlə gətirmişəm. Əslində düşünürdüm ki, sifariş eləyərəm, açılıb bağlanan olar. Daha çox stullara baxmağa gəlmişdim. Çünki burada gördüyünüz, indi göstərəcəm bu stulları, sağ tərəfdə olan bu stulları mən şəkillərdə çox bəyənirdim, həddindən artıq. Yəqin ki, siz də çox rast gəlmisiniz. İndi çox evlərdə bundan alırlar. Düzdür, bəlkə bu mağaza da qəşəng hazırlamamışdılar, amma mən heç bəyənmədim. Onun arzusundaydım. İndi şəkildə yerləşdirəcəm. Xəyalımda elə bir şey idi. Amma burada nəsə fikrimdən döndüm. Ona görə də fikirləşdim ki, məsələn, sifariş də eləsəm, onun kimi xəyal qırıqlığı yaşaya bilərəm. Mən xəyalımda canlandırdığım kimi alınmaz həyatda bəyənmərəm. Ən yaxşısı dedim ki, dəqiq gözümlə gördüyüm, bəyəndiyim bir şey alım. Onları dəhşət bəyəndim. Yəni tam mənim ürəyimcə idi. Çünki mətbəxdə istifadə eləyəcəkdim. Körpə uşaqlı evdir, əlləri çirkli, yemək yeyəcəklər, ora-bura vuracaqlar. Ona görə elə bir stul seçdim ki, mənə onun təmizlənməsi rahat olsun, oturmaq da rahat olsun, həm uşaq üçün, həm bizim üçün davamlı olsun. Stolu yəqin ki, nə vaxtsa dəyişəcəm, amma hal-hazırda mənim işimi görərmi görər. Dərmi masa onsuz da formasına görə hamısı eynidir. Sadəcə fərqi materialda ola bilər və funksionallığında ola bilər ki, məsələn, mən açılan istəyirdim. Nəzərə alsaq ki, mətbəxdə elə əsasən ailə üzvləri oturur. Ona görə də bu düşünürəm ki, hələ bizə bir neçə il kifayət eləyər. Qiyməti də dəhşət münasib idi, yəni endirim idi. Mən də endirimdən faydalandım. Hardasa stolun qiyməti 150 manat civarı idi. Endirimsiz qiyməti isə 300 manata yaxın bir məbləğ idi. Əslində mən bu videonu çoxdan çəkmişdim. Sadəcə araya o qədər iş girdi ki, uşaqlar ard-arda xəstələndilər, Elayın dişi çıxdı. Elay dişini 10-cu ayında çıxartdı. Bilməm, onunla əlaqəlidir, nə idisə, biraz ağır keçirdi Şəhribanuya nisbətən. Bu da yetməzmiş kimi uşaqlar hal-hazırda da süd çayı çıxardıb. Bu video vasitəsilə burada gördüyüm mebelləri manifestləmək istəyirəm. İnşallah bir gün bunlar üçün də video çəkərəm. Bizim balkonumuz yoxdur. Sovet evlərinin problemi kimi görürəm bunu. Hamı məcburiyyətdən balkonu evə qatıbdır. Düşünürəm ki, pandemiya dövründə balkonun qiyməti hamı üçün yenidən təsdiqləndi. Yəqin ki, yadınızdadır, karantin dövründə hamı balkonunu bəzəyirdi, balkonda maraqlı vaxt keçirəcək, göşələr düzəldirdi. Burada gördüyünüz şəkil üçün olan çərçivələr əslində çox qəşəngdir, amma çox ağırdır, qiyməti də biraz bahadır. Hamam otağını yeniləmiş olmasaydım, buradakı gördüyünüz bu suvenir kimi heykəlləri alardım. Ondan müəyyən şeyləri yerləşdirmək üçün orqanayzer kimi istifadə eləyərdim. Çox qəşəngdirlər, çox estetik görünürlər. Videoları musiqisiz yerləşdirməyə məcburam. Çünki deyilənə görə, musiqilərə görə telif yeyir videolar. İstəmirəm ki, videolarım silinsin. Ona görə də videolarımda sizlə söhbət eləyəcəm. Ona görə də söhbətimizin qarşılıqlı olması üçün siz də rəy bölməsində video ilə bağlı təklif və iradlarınızı mənimlə bölüşün, həm söhbət olun. Əvvəllər analarımızın, nənələrimizin evində süni güllər olurdu. Məndə də çatmırdı. Yəni bu nəyə lazım? Yalanan toz yığa-yığa hər dəfə bunu niyə təmizləyirik? Ataq getsin. Amma indi elə yaşa gəlmişəm ki, mənim özümə də artıq xoşdur. Təbii gülü təbii ki, hamı sevir, amma hər daim evdə təbii gül saxlamaq olmur. İndi isə gəlin mənim aldıqlarımla sizi tanış edeyim. Qeyd edeyim ki, aldığınız məhsulları əlavə 35 manat ödəməklə evə çatdırılma xidmətindən istifadə edərək əldə edə bilərsiniz.
Quraşdırmanı isə mən özüm etdim. Çox tərəddüd eləyirdim ki, görəsən özüm quraşdıra bilərəmmi, amma olduqca asan bir mexanizmi var idi. İlk öncə bir balaca problem yaşadım. Sən demə, stolun oturacağının altında plasmas probkalar var imiş. Mən onu çıxartmamış yerləşdirdim. Sonra nə qədər elədim, şurup daxil olmadı. Ona görə sonra o plasmasları çıxartdım. Çox rahat şəkildə quraşdıra bildim.
Videoda daha estetik görünsün deyə suplalarla bəzəmək istədim. Sadəcə mənim suplam ən böyük ölçüdə 38 sm diametrindədir. Videom mənim kimi tərəddüdü olanlara faydalı olsun deyə göstərmək istəyirəm ki, 80 sm diametrində olan masa ilə siz rahat şəkildə 4 nəfərlik stol aça bilərsiniz. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub, rəylərdə fikirlərinizi mənimlə bölüşməyi unutmayın.